Hər vaxtınız xeyir dəyərli izləyicilər. Sizə sabaha, martın 18-nə olan hava proqnozunu təqdim etmək üçün qarşınızdayıq. Sabah Novruz bayramının axırıncı çərşənbəsi Torpaq çərşənbəsidir. Azərbaycan xalqını bu gözəl bayram münasibəti ilə təbrik edirik. İndi isə keçək hava məlumatına. Görək Torpaq çərşənbəsində hava necə olacaq? Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, martın 18-də Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Cənub-qərb küləyi əsəcək, axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 8-13 dərəcə, gündüz 25-30 dərəcə isti müşahidə olunacaq. Atmosfer təzyiqi 754 mm civə sütunundan 750 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70, gündüz 45-50% təşkil edəcək. Azərbaycanın rayonlarında isə hava əsasən yağmursuz keçəcək, lakin gecəyə doğru bəzi yerlərdə arabir yağıntılı olacaq. Ayrı-ayrı yerlərdə dolu düşəcək, dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman müşahidə ediləcək. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 9-14, gündüz 26-31, dağlarda gecə 4-9, gündüz 20-25 dərəcə isti olacaq. Havalar nə qədər dəyişsə də sizin əhvalınız daim xoş keçsin. Sağ olun.